Salam, biz 2025-ci ili arxada qoyub 2026-cı ilə başlayırıq. 2025 bir çoxlarınız üçün çox çətin il oldu. Nəyisə bitirməli oldunuz, hansısa çətinliklərdən keçdiniz, böyük problemlər yaşadınız. Niyə? Ona görə ki, 2025 rəqəmində bütün rəqəmləri toplasaq 9 rəqəmini alırıq. 9 siklın bitməsi deməkdir. Həm astrologiya, həm numerologiyaya görə bizim həyatımız 9 illik sikllardan ibarətdir. Və 9 siklın sonunu göstərir. Bu illərdə, 9 illərində bir çox şey bitir və geridə qalmalıdır. Bir çox şeyi biz özümüz sonlandırmalıyıq. Bu səbəbdən əgər biz sonlandırmırıqsa, hansısa problemlərlə üzləşirik və çətinliklərdən keçirik. Bugün sizinlə mən, astroloq və rəqəmsal psixoloq Nərmin Zeynalova gələn ilin enerjilərindən danışacağım. Gələn il 2026 bir rəqəmidir. Bir, hər şeyin yeni başlanğıcıdır. Ona görə bu il bizim hər birimizin həyatında çox önəmli olacaq. Niyə? Çünki yeni sikla başlayırıq. Gələcəyimizin fundamentini qoymaq üçün, yeni işlər başlamaq üçün ən mükəmməl bir dövrdür. Əgər siz yeni işə düzəlmək istəyirsinizsə, hansısa yeni bir iş başlamaq istəyirsinizsə, yeni sahəni öyrənmək istəyirsinizsə, təhsil almaq istəyirsinizsə və ümumiyyətlə həyatınızı fundamental olaraq dəyişib yeni bir dövrə addım atmaq istəyirsinizsə, ən gözəl il 2026-dır. Niyə? Ona görə ki, bir rəqəmini özündə cəmləşdirir. Amma onu da qeyd edim ki, hər insan üçün onun fərdi il rəqəmi var və buna görə buna əsasən biz fərdi proqnozlar tərtib edirik. Gəlin sizə də öyrədim, özünüz bunu edə biləsiniz. Nə edirik? Biz doğum tariximizi götürürük, gün və ay. İli hesablamırıq. Məsələn, mən 17 avqust tarixində dünyaya gəlmişəm. 17 + 8. Rəqəmləri cəmləşdirib bir rəqəminə getiririk. 1 + 7 + 8 eləyir 16. 2026-cı il bir rəqəmidir. 16-nın üstünə də gəlirik 1, oldu. 17. 17-ni yenə də cəmləşdirib tək rəqəmə getiririk. Olur 8. Mənim gələn ilim 8 rəqəmidir. Yəni, mənə 8 enerjisi getirir. Hər biriniz bax belə öz doğum tarixinizi toplayın və mən sizə hər biriniz üçün proqnoz verim.